Bakıdan Naxçıvana köçmüşük. Gələ bilərik. Qrupsuz siz, tələbəsiz. Naxçıvana bəzən pensionerlər şəhəri deyirlər. Naxçıvan çox maraqsız yerdir, çox sıxıcı yerdir. Təxminən 2 aydır ki, Bakıdan Naxçıvana köçmüşük. Bu qərarı vermək təbii ki, bizim üçün asan olmadı. Orada bütün işimizi, həyat şəraitimizi geridə qoyub gəldik Naxçıvana. Tək işimizi yox, mən ailəmi, ata-anamı, bacı-qardaşımı və bacılarımın uşaqlarını orada qoyub gəlmişəm. Təbii ki, çox darıxıram. Öyrəşdiyim bir həyatdan, bir yaşayış tərzindən uzaqlaşmaq. Şəhərlər arasında da böyük fərq var. Bakı nə qədər dinamikdirsə, hərəkətlidirsə, Naxçıvan bir o qədər daha sakitdir. Sakit deyirik, amma çoxunun sıxıcı, maraqsız dediyi Naxçıvan. Hal-hazırda biz Memnunxatın ətrafındayıq. Burada çox qəşəng bir görüntü var. Hər kəs piknik eləyir, top oynayanlar var, voleybol oynayanlar var. Naxçıvanda mən həmişə deyirəm, demişəm, dağlar, təbiət, səma sanki bambaşqa cür görünür. İnsan bir növ rahatlayır. Şəhərdə əhali getdikcə çoxalır, tıxaclar artır. Bir sözlə şəhər yerləri artıq yaşanılmaz bir hala gəlir və biz əslində yaşayış üçün, istirahət üçün, dincəlmək üçün, tək bizim özümüz üçün yox, ümumiyyətlə, yəni heyvanlar, quşlar, onların yaşayış sahələrini məhv eləyirik. Ancaq Naxçıvana diqqət yetirəndə yaşıllıq sahənin nisbətən daha çox olduğunu görə bilərik. Piyadaların gəzdiyi ərazi dardır. Bakıdakı parklar kimi mərmərlə döşənməyib. Özü də bu Naxçıvanda köhnə parklardan sayılır, amma dincəlmək üçün yaşıllıq sahə yetərli qədər genişdir. Özü də sıx ağaclar var. Yeni əkilənlər də var, köhnə ağaclar da var. Yəni burada insanların tam rahat, sərbəst formada dincəlməyi üçün, piknik etməyi üçün gözəl bir şərait var. Burada insanlar əylənmək, istirahət eləmək üçün bu cür geniş sahələri tapa bilirlər və bir növ diqqət yetirsək, şəhər həyatı, o qarışıq tikintilər, əsasən də Bakıda biz bunu müşahidə edirik, insanın ruhunu məhv eləyir. Yuxudan oyanırsan, işə getmək istəyirsən, amma nələrdən qarşılaşırsan? Sıxlıq, insanların bir-birinə olan hörmətsizliyi. Uşaqlar salam. Gələ bilərik. Biz çəkiliş eləyirdik. Bilmirəm, icazə verərsiniz, sizlə də söhbət eləyək. Maraqlı gəldi top oynamağınız, döşəkçələriniz. Biz Bakıdan Naxçıvana köçmüşük. Videolar paylaşanda rəylərdə daha çox adamlar deyir ki, bəs Naxçıvan çox sıxıcıdır. Burada əylənmək üçün yerlər azdır və s. Siz nə düşünürsünüz? Basketbol, futbol oynayır. Aha. Maraqlı keçir. Getməyə yaxşı məkanlar bilirsiniz, hara? Ağbulaq məsələn, istirahət mərkəzi, ora çox qəşəngdir. Mətin, Eşidirəm. necəsən? Burada özümü çox yaxşı hiss eləyirəm. Səbəb nədir? Çünki səsküy yoxdur, tıxac yoxdur. Səsküy var, amma uşaqların gülüş səsləridir. Bu da insanı xoşbəxt eləyir. Naxçıvana bəzən pensionerlər şəhəri deyirlər, bilmirəm niyə və bəzi insanlar da tez-tez sıxıldıqlarını dilə gətirirlər. Düzdür, ola bilər ki, böyük megapolislərdə, Bakıda olduğu kimi əyləncə məkanları olmasın, o dinamiklik olmasın, amma bu şəhərin də özünə məxsus gözəllikləri var. Əylənməyə, dincəlməyə, istirahət eləməyə, beynini sakitləşdirməyə və ümumiyyətlə insan kimi yaşamağa uyğun bir şəhərdir. Səhər yuxudan oyandın, işə getmək istəyirsən, piyada olaraq tam rahat formada hərəkət edə bilərsən. Yəni avtomobilə bu baxımdan heç bəzən ehtiyac da qalmır. İstədiyin yerə, istədiyin vaxtda gecikmədən çatmaq imkanın var. Vaxt sənə qalır. O qədər vaxtın olur ki, bir çox işlə məşğul ola bilirsən. Çox istərdim ki, hər bir məhəllədə futbol meydançası ya da ki, basketbol meydançaları, gənclərin, yeniyetmələrin hər birimizin də əylənə biləcəyi sahələr olsun. Bu həm də bir idmandır, dincəlməkdir, istirahətdir. Niyə də olmasın? Xüsusən də bu olduğumuz ərazi o qədər gözəl bir aurası var ki, yəni insan burada olanda özünü istər-istəməz xoşbəxt hiss eləyir. Yəni düşünə bilərsiniz ki, Naxçıvandır. Burada maksimum nə etmək olar, amma o insanın biraz da özündən asılıdır. Əgər sən təbiətdə olmağı sevirsənsə, səsküydən uzaq qalmaq səni daha xoşbəxt eləyirsə, Naxçıvan bu baxımdan gözəl bir yerdir. Çantamız da oradadır. Burada heç bir problem yoxdur bu arada, onu da deyim. Yəni doğrudan da çantanın içində
cinayət Pulqabı, halları sonra çox nə var? azdır, aşağıdır. Mən hətta görmüşəm ki, avtomobildə maşın açarı üstündə, qapısı da açıq. Sahibi də orada deyil. Yəni dəfələrlə görmüşəm. Amma olanda da olur. Olanda ola bilər. Heç nədən biz sığortalanmamışıq, amma Naxçıvan həqiqətən də bu baxımdan çox təhlükəsiz bir yerdir. Naxçıvan insanı ola bilsin ki, ilkin olaraq görüntüdə kobud görünə bilər. Buranın axı təbiəti də sərtdir. Yayı da istidir, qışı soyuqdur. İnsanların bu həyatına da təsir eləyir. Baxırsan- Amma ürəkləri yəni açıqdır Hə, həqiqətən. Elədir. Bəlkə də biz gedib orada otursaq, ən Hı. yaxşı yeməklərini bizlə bölüşəcəklər. Sözsüz ki. Amma elə qəribə baxırlar ki, qorxursan gedib sual verəsən ki, biz sizdən söhbət eləyə bilərik. Burada ümumiyyətlə fərqli olana, fərqli bir iş görənə qeyri-adi yanaşma biz tez-tez görürük. Deyirlər ki, Naxçıvan gənclərin o qədər də xoşbəxt olmadığı, yaşanmaq üçün seçmədikləri şəhərdir, amma biz burada gənclər görürük, gəliblər parka, piknik eləyirlər. Necəsiz? Salam, nuş olsun. Piknik eləyirsiniz deyəsən. Kim qərarlaşdırıb pikniki? Təşkilatçı kimdir? Sinif qərarıdır da belə deyək. Qrupsuz siz, tələbəsiz? Ha, ixtisasınız nədir? Dövlət Bələdiyyə və İdarə Etmə. Belə ixtisas da var. Bəli var. Mən bilmirdim. Uşaqlar tez-tez belə yığışırsınız, piknik eləyirsiniz. Demək olar ki, birinci kursa görə ilk dəfədir də belə siniflə gəlim. Birinci kurssuz siz. Birinci kurs. Bəs hamınız Naxçıvanlısınız yoxsa yox? Naxçıvanlıyıq bəli. Orada Pakistandan zaten qalxıb gələnlər var, bilmirəm də kimdir. Uşaqlar, bizim YouTube kanalımız var. Biz Bakıdan Naxçıvana köçmüşük. Kanalda videolar paylaşırıq və hər kəsdə belə maraqlı fikirlər yaranır. Daha çox mənfi rəylər yazırlar ki, Naxçıvan çox maraqsız yerdir, çox sıxıcı yerdir və fikirləriniz maraqlıdır gənc olaraq. Nə düşünürsüz? Məncə Naxçıvan maraqsız yerdir deyən biri Naxçıvan görməmiş olaraq yəni deyibdi. Yoxsa Naxçıvan görən biri elə bir deməz də yəni. İndi hazırda piknik eləyirsiniz, bunu bildik. Bəs başqa boş vaxtlarınızda nələr eləyirsiniz? Hara gedirsiniz? Oyun oynamaqla belə də yəni başımızda. Yer var getməyə. Bəli, yəni bilyard oyunları, domino oyunları, və yaxud kompüter oyunları, telefonla başımızda. Yəni Naxçıvan gənclər üçün həqiqətən sıxıcı yerdir, yoxsa niyə belə deyirlər? Məncə yenə dediyim kimi Naxçıvanı görməyən biri onu deyib də, yəni ki, sıxıcı yer olduğunu, yoxsa Naxçıvan məncə maraqlı yer. Dostlar, Naxçıvanla bağlı kanalımızda daha da maraqlı videolar təqdim olunacaq. Tək Naxçıvan şəhəri yox, eyni zamanda ətraf rayonlar və kəndlər haqqında maraqlı vloqlar, səyahət videolarını kanalımızda izləyə biləcəksiniz. Buna görə də kanalımıza abunə olun və rəy yazmağı unutmayın.